Mədəniyyət Mərkəzinin rəhbərliyinə, kollektivinə başda Kifayət xanım Quliyeva olmaq şərtilə. Həmçinin aktyorum Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova təşəkkürümüzü bildirir. Əziz musiqi sevərlər, təşəkkürünüz də məhz sizlərədir. Alqışlar gəlsin bir daha sizlər üçün. Qızlar, bu gözəl tədbirimizin əksəyə gəlməsində sizlərlə görüşü təşkil etməkdə bir xanımımız var. Əməyi olub, istədik ki, onu dəvət edək. Nərman Nərmanova Mədəniyyət Mərkəzinin 4 sayılı Diyarşünaslıq klubunun kütləvi təşkilatçısı Ramiz xanım Sadıqova. Əməyi keçirdiyi gözəl tədbirimizdə söz ilə Ramiz xanım. Hörmətli qonaqlar, əziz mühafizələrlər, hər birinizi səmimi qəlbdən salamlayıram. Bugün bizim üçün çox dəyərli gündür. Dəyərli gündür ona görə ki, bizim dəvətimizi Adil müəllim, Hüseyn müəllim və belə dəyərli musiqiçilərimiz qəbul edib gəliblər. Çox sağ olun deyirəm sizə, təşəkkür edirəm. Bir də sizə təşəkkür edirəm, əzizlərim. Çox həyəcanlıyam, dəyərli tamaşaçılarımız. Çox sağ olun ki, bu gözəl gündə məni tək qoymadınız. Adil müəllim, yenə sizə təşəkkür edirəm. Mən çox həyəcanlıyam. Belə böyük sənətkarların qarşısında çıxış eləmək özü bir məsuliyyətdir. Siz ona görə dəyərlisiniz ki, muğamımızı yaşadır, qoruyur və gələcək nəsillərə ötürürsünüz. Var olun, Allah sizi qorusun və gələn görüşlərdə görüşmək ümidi ilə. Sağ olun. Təşəkkür edirik. Əsas təşəkkürlərimizdən biri də